Bəli, biz hər zaman valideynlərə də müraciət edirik ki, uşaqların telefon verilərkən uşaqların telefonuna daha çox nəzarət edin. Və uşaqlar nəzarətsiz qaldıqları zaman reklamlarla qarşılarına çıxa biləcək mücərrəd varlıqlar və ya bəzi oyunlar daha qorxulu olur. Və uşaqlar bu oyunları oynayarkən daha çox həzz alırlar. Və oyunlardan arasında gələn reklamların sayəsində uşaqlarda qorxu da yaranır. Amma o uşaq qorxuya baxmayaraq daha çox oyunu oynayır və gecə enurezə də səbəb olur. Təkcə diksinmələrə yox, gecə alt qaçırtmalarına da səbəb olur, gecə yuxularının pozulmalarına da səbəb olur, ağlayaraq diksinmələrinə də səbəb olur. Ümumiyyətcə bu təkcə qorxusuna deyil, məktəb həyatındakı dərslərin uğursuzluqlarına da səbəb olur. Bizim valideynlərə hər zaman tövsiyəmiz odur ki, uşaqların telefonlarını nəzarətsiz buraxmasınlar. Elə tətbiqlər var ki, uşaqların telefonlarına kod da qoyula bilər və bunları valideyn nəzarət edir. Amma bəzi valideynlər var ki, övladlarını öz başlarından etsinlər deyə və öz rahatlıqlarına görə saatlarla telefon qarşısına qoyurlar. Təəssüf olsun ki, bəli. Mənə elə gəlir ki, bu elə 80% valideynlər. Valideynlər, əsasən də cavan valideynlər. Cavan valideynlər belədir. Xanımların demək olar ki, 80-90% telefona özləri məruz qalırlar.